Azərbaycanda son illərdə kölgə iqtisadiyyatının, yəni qeyri-rəsmi dövriyyənin aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu islahatların müsbət nəticələri artıq büdcə göstəricilərində öz əksini tapmaqdadır. Son dövrlərdə yalançı sahibkarlıq subyektlərinin qanunsuz əməlləri ifşa olunur. Belə ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bir sıra şəxslər mütəşəkkil dəstə halında birləşərək heç bir real sahibkarlıq fəaliyyəti niyyəti olmadan həssas əhali qruplarına aid olan, eləcə də hüquqi bilikləri az yüzlərlə vətəndaşı işə düzəltmək, onların adına sosial müavinət almaq və digər adlarla aldadaraq çoxsaylı sahibkarlıq subyektlərini qeyddən keçirmişlər. Bu əməllər nəticəsində ölkə iqtisadiyyatına əhəmiyyətli zərər vurulmuş, dövlət büdcəsindən isə xüsusilə küllü miqdarda əlavə dəyər vergisi məbləği dələduzluq yolu ilə mənimsənilmişdir. Qeyd olunanlar dövlət maliyyə nəzarəti mexanizmlərini zəiflətməklə iqtisadi sistemə ciddi təhlükə törədir. Artıq bu cür əməllərə yol vermiş, mütəşəkkil dəstənin üzvləri olan 30 nəfərdən artıq şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittihamlar irəli sürülmüş və barələrində qətimkan tədbirləri seçilmişdir. Baş Prokurorluq xəbərdarlıq edir. Bu kimi qanunsuz fəaliyyətlərdə iştirak etməkdən çəkinin. Hər hansı bir maddi təklif və ya qazanc vədi müqabilində adınıza hüquqi şəxs yaradılmasına, fərdi sahibkar kimi qeydiyyata alınmağınıza və yaxud bu məqsədlə digər şəxslərə etibarnamə verilməsinə razılıq verməyin. Heç bir halda şəxsiyyət vəsiqəsi məlumatlarınızı, asan imza, elektron imza nömrənizi, eləcə də şirkət möhürlərinizi etibar edib digər şəxslərə verməyin. Əgər sizə belə şübhəli təkliflər olunsa, eləcə də aşkar etsəz ki, adınıza xəbəriniz olmadan müəssisələr qeydiyyata alınıb. Bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verin. Yalançı sahibkarlıq fəaliyyəti ilə bağlı qanunsuz sxemlərə bilavasitə qoşulan real sahibkarlıq subyektləri, habelə onlara şərait yaradan, yaxud bu fəaliyyətdə göz yuman dövlət qurumlarının vəzifəli şəxsləri də Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ciddi şəkildə məsuliyyət daşıyırlar. Diqqətdə saxlamaq lazımdır ki, bu cür əməllər gələcəkdə mülki hüquqi öhdəliklər və vergi borclarının yaranması ilə nəticələnə, ölkədən çıxışınıza məhdudiyyətlər tətbiq edilməsinə, həmçinin inzibati və cinayət məsuliyyətinə cəlb olmağınıza səbəb ola bilər. Şəffaf iqtisadiyyat ölkəmizin inkişafı deməkdir. Qanunsuz fəaliyyətdən uzaq durun, özünüzü və cəmiyyətimizi qoruyun.